MİQ-ə hazırlaşan müdavimlər. Bəzi müdavimlərimiz var ki, əvvəlki illərdə MİQ imtahanlarında iştirak edib və istənilən nəticəni əldə edə bilmirlər deyə növbəti il yenidən hazırlaşırlar. Elə müdavimlərimiz də var ki, ilk ildə MİQ-ə hazırlaşırlar və yaxud da 5-6 il əvvəl MİQ-də iştirak ediblər, yenidən MİQ-ə daxil olmaq istəyirlər. Təbii ki, indi MİQ imtahanının vəziyyətindən bəzi müəllimlərimiz, yəni müdavimlər, namizədlər xəbərdardır, bəziləri isə xəbərdar deyil. Xəbərdar olanlar bilir ki, MİQ imtahanında bu formatında çoxlu şəkildə testlər olur. Uyğunluq testləri, doğru-yanlış testləri, cədvəl testləri, məsələlər, sonra diaqrama aid olan testlər, doğru-yanlış bu formatda testləri, sonra bu formatda testlər, sonra məhsul sual seçən əhali şirin su problemini həll etmək üçün duman tutan şəbəkədən yararlanır. Və sonra qeyd edək ki, bu verilən X səhrası üçün aid olan xüsusiyyətini seçin. Belə məhsul suallarımız imtahanda çox istifadə edilir. Həmçinin də bilənlər də bilir ki, məsələlər bu formatda şəkil, ardınca uyğunluq və bu formatda məsələlər, sxemlər çox geniş şəkildə istifadə edilir və insanların demək olar ki, bir neçə sual işləyəndən sonra beyni yorulur. Və biz nə etməliyik ki, imtahanda beynimiz yorulmasın? Təbii ki, bu formatda çoxlu testlər işləməyimiz vacibdir. Və sualların ölçüsü elə olur ki, ekrana sığmır. Müəllimlər ekranı aşağı-yuxarı hərəkət etdirərək o suallara cavab vermək istəyirlər. Bax, bu formatda şəkilli suallar düşür, uyğunluğu müəyyən edin, doğruları seçin, şəkil, cədvəl, sxemdə nəysə, bax, bu formatda suallar çox düşür. Biz bu sualların öhdəsindən gəlmək üçün çoxlu şəkildə indidən bu formatda testlər işləməliyik. Bəs bu testləri hardan əldə edək? Bizim mart ayında sınaq qrupumuz yaradılmışdı. Bəzi müəllimlər qoşula bilməmişdi, amma indi may-iyun ayları üçün sınaq qruplarımız başlayır. May ayının əvvəlində başlayacaq, bir neçə günə başlayacaq demək olar ki, siz də əgər bu tip suallar əldə edib daha yaxşı hazırlaşmaq istəyirsinizsə, imtahan səviyyəsində imtahana hazırlaşmaq istəyirsinizsə, sınaq qruplarımıza mütləq qoşulun. Sizə şiddətlə tövsiyə edirəm ki, inandırıram ki, həmin sınaq qrupumuzda yeni biliklər əldə edəcəksiniz, özünüzü sözün yaxşı mənasında, əsl mənasında təkmilləşdirəcəksiniz. Çünki imtahanı yaxşı hazırlaşmağın ən əsas yolu çoxlu test işləmək lazımdır. Və test də hər testdə yox, harda test gördüyüm, necə gəldi testlər işləmək yox, imtahana uyğun testlər olmalıdır. İmtahan səviyyəsində olmalıdır.